the undefeated fighter, Ramal. And he's above in the curves of the ring, fighting under the red corner. 24 years old, he stands 183 centimeters tall, with official weight 69.6 kilograms. With professional records 63 pounds, 55 victories, including 24 wins by way of knockout and 8 defeats. WKA World Champion 2012, WMC Champion 2013, and 5-time Germany Champion. From Frontier's Fight Team, Germany representing Yuri the Brain And back in the referee in charge, Rick Koku. Final round, Glory Tournaments. 3 rounds, 3 minutes. If it is a draw, we make 1 extra round. No elbows allowed. Clinching only for 5 seconds. After my command, the break will stop. No more tags. Is that clear? Shake hands, 1 step back. Have a good fight. Hər iki idmançı artıq finala hazırdır və Ramal Aslanov, eləcə də onun rəqibi Yuri Kell bu mübarizədə artıq 3-cü dəfədir ki, ringə dəvət olunurlar. 4-də 1 finalda Yuri Kell Azərbaycan komandasının digər üzvü Telman Süleymanovu məğlub edib. Daha sonra yarım finalda Xorvatiya idmançısı Teo Mikelic ilə mübarizədə qələbə qazanıb. Doğrudur, həmin yarışda həkimlərin rəyinə görə Mikelic yarışı dayandırmalı oldu. Belə ki, onun qaşı çapılmışdı. Və indi də Yuri Kell finalda Azərbaycan idmançısı ilə qarşılaşır. Ramal Aslanov isə birinci mərhələdə Çin Xalq Respublikasının idmançısı Guok Sanfeni artıq birinci raundda 2 tutarlı zərbi ilə texniki nokautla məğlubiyyətə uğratdı. Yarım finalda isə boksçumuz Ukrayna idmançısı Ramal Maylovla görüşdə xal hesabı ilə qələbə qazandı. Və indi mini turnirin qalibi elan olunmalıdır və Alman idmançısı əvvəlki döyüşlərdə müşahidə etdiyimiz mübarizə üslubuna sadiq qalır. Onu davam etdirir. Rövşən Ramal Aslanov isə hələ bir müddət gözləyir. Almanya idmançısı Ramal Aslanovla müqayisədə bir qədər uca boydu və əlbəttə bu amil də ona əlavə üstünlük qazanmağa imkan verə bilər, amma Ramal Aslanov bu amilə heç bir əhəmiyyət vermir və indi onun yaxın məsafədən vurduğu cəb zərbələri çox tutarlı alındı. Düzünə zərbələr yenə də cəb və punch. Hər iki zərbə olduqca tutarlı alındı və indi Yuri Kell klinç vəziyyətinə girməklə rəqibinin növbəti hücumundan özünü bir təhər qoruya bildi. Ramal Aslanov hücumunu davam etdirir. Zərbələrinə ara vermək fikrində deyil və hiss olunur ki, bir qədər əvvəl onun vurduğu güclü zərbə Yuri Kellə sarsıdıcı təsir göstərir və yenidə biz həmin zərbələri müşahidə edirik. Yuri Kell isə geri çəkilir. O artıq hücum haqqında düşünə də bilməz. Yenə də Ramal Aslanov yaxın məsafədən zərbələr endirir. Bəli, idmançıların boyları arasındakı fərq Ramal Aslanov da məhz belə bir döyüş üslubu tələb edir və Azərbaycan idmançısı da bu üslubda mübarizə aparmağa nail olur. Onun rəqibi isə hələ ki Ramal Aslanovun təklif etdiyi bu döyüş üslubuna heç cür uyğunlaşa bilmir. Birinci raund başa çatdı. Azərbaycan idmançısı açıq-aşkar üstünlük qazanır və tribunalarda da Ramal Aslanova qələbəyə səsləyən azərkeşlərimiz ondan növbəti tutarlı, sarsıdıcı zərbələri gözləyirlər. Xanımlar və cənablar, səsiniz gəlsin Azərbaycan. Bu zərbə
sağ elle vurulan tutarlı zərbə Yuri Kellə sarsıdıcı təsir göstərdi. O artıq raundun sonuna kimi özünə gələ bilmədi, doğrudur. Mübarizə aparırdı, davam etdirirdi, amma bu şərti olaraq mübarizə adlandırıla bilərdi. Seconds out, please. Artıq Ramal Aslanov çox böyük üstünlük qazanmışdı və Yuri Kell birtəhər müdafiə olunmaqla birinci raundu başa vurmaq niyyətində idi. Beləliklə, birinci raund başa çatdı, indi ikinci raund başlanır. Yenidən Ramal Aslanov sağ əllə güclü zərbə endirir. Azərbaycan idmançının fiziki hazırlığı çox yaxşı təsir bağışlayır. Qətiyyən inanmaq olmur ki, idmançı cəmi 2 saat ərzində artıq 3-cü dəfədir ki, ringə çıxır. Əvvəlki 2 görüşün hər ikisində effektli qələbə qazanıb və indi finalda da onun müəyyən qədər yorulduğunu, əvvəlki kimi hücum üslubunda döyüşə bilməyəcəyini gözləmək olardı. Amma belə deyil, Azərbaycan idmançısı sanki gün ərzində elə ilk döyüşünü keçirir. Yuri Kell isə Ramal Aslanovun bu hücumları qarşısında hələlik heç nə edə bilməyib. Yenidən Ramal Aslanov rəqibini kanatlara doğru sıxışdırır. Yuri Kell'in hərəkətlərini məhdudlaşdırır. Almanya idmançısı. Bir daha xatırladım ki, heç də asan rəqib sayılmır. Həm dünya, həm də Avropa çempionatlarında qızıl medalın sahibi olub, 5 dəfə Almanya çempionatında qələbə qazanır. Yuri Kell Almanyanın Frankfurt şəhərindəndir və maraqlıdır ki, onun məşqçiləri də Türkiyə mütəxəssisləridir. Bir qədər əvvəl Erkan Varolu ringə çıxaran məşqçilər Səfər Göktəpə və onun komandası Yuri Kell'lə məşğəlləri də məhz bu heyət aparır. İkinci raundun başa çatmasına bir dəqiqədən də az qaldı. Azərbaycan idmançısı Ramal Aslanov əvvəlki kimi hücum üslubunda mübarizəni davam etdirir, onun üstünlüyünü görürük. Və yenə də sağ əllə güclü zərbə. Bəli, əlbəttə, nə qədər hazırlıqlı olsan belə, gün ərzində 3 döyüş keçirmək bu hər bir idmançının yorulmasına, taqətdən düşməsinə gətirib çıxara bilər və indi bu amillə tədricən Ramal Aslanovda da hiss olunmağa başlayır. Amma Azərbaycan idmançısı sırf iradi keyfiyyətlər hesabına var güclü ilə hücumlarını davam etdirməyə çalışır. Bəli, biz öz idmançılarımızı məhz bu keyfiyyətlərinə görə çox sevirik. Məhz bu keyfiyyətlər, dözüm, əzimkarlıq, texniki və fiziki hazırlıq, vətənə bağlılıq, vətən məhəbbəti, Azərbaycan bayrağını uca tutmaq istəyi, bütün bu keyfiyyətlər dəfələrlə dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında Azərbaycan idmançılarına zirvəyə çatdırır. Respublikamızda idmanın Olimpiya və qeyri-Olimpiya növlərinə fərq qoyulmadığını nəzərə də almalıyıq. Azərbaycan prezidenti İlham Əliyev də bununla bağlı maraqlı fikirlər söyləyib. O da qeyd edib ki, heç bir fərqi yoxdur. Beynəlxalq liqasında yarışda çıxış edən idmançı istər Olimpiya, istərsə də qeyri-Olimpiya növü olsun. Azərbaycan Respublikasını təmsil edir. Onun qələbəsi şərəfinə Azərbaycan Respublikasının bayrağı ucalır. Vətənimizin əzəmətli himni səslənir. Odur ki, belə bir şərəfə layiq görülən hər bir idmançı ehtirama layiqdir. Üçüncü raund başlanır. Yenə də güclü tutarlı zərbə Ramal Aslanov
3-cü raundun əvvəlində rəqibini hələ özünə gəlməyə macal tapmamış, zərbə endirir və Yuri Kell bu zərbəni açıq-aşkar hiss etdi. Bu zərbəyə görə xal qazanılır. Bəli, xal hesabı ilə Azərbaycan idmançısı artıq üstünlüyünü təmin edib. Lakin indi Ramal Aslanovun güclü zərbələrinə nəzər saldıqda belə bir təsəvvür yaranır ki, həmvətənimiz hətta nokaut zərbəsi ilə də qalib gəlməyə qadirdir. Və indi də bir-birinin ardınca güclü zərbələri ilə Yuri Kelli ringin küncünə doğru sıxışdırdı. Çətin vəziyyətə saldı. 3-cü raundda 1 dəqiqə keçib. Mübarizənin başa çatmasına 2 dəqiqə qalır. Tribunalarda canlanmadan da hiss ettiniz. Burada əlavə şərhə ehtiyac yoxdur. Yenə də Ramal Aslanov hücumdadır. Yuri Kell isə onun güclü zərbələri qarşısında geriyə çəkilməyə məcburdur. Klinç vəziyyəti yaranmışdı. Referi görüşü dayandırır. Mübarizə davam etdirilir. Artıq mübarizənin başa çatmasına 1 dəqiqə qalır. 1 dəqiqədən sonra qalib elan olunmalıdır. İlk 3 raundun yekununa görə Azərbaycan idmançısı xal hesabı ilə çox böyük üstünlük qazanıb. Və müsbət heyətin üzvləri yəqin ki, bununla bağlı tərəddüd etməməlidirlər. Ramal Aslanov rəqibi ilə müqayisədə açıq-aşkar üstündür. Və bu mini turnirdə qələbəni Ramal Aslanovun fədakarlığı kimi də qiymətləndirmək olar. Bir-birinin ardınca 3 döyüşdə qələbə qazanmaq və bu zaman sırf hücum üslubunda mübarizə aparmaq, yəni yorğunluq əlamətləri olmadan, sırf iradi keyfiyyətlər sayəsində öz hazırlıq səviyyəsini tam qabarıqlığı ilə nümayiş etdirən Azərbaycan idmançısı əlbəttə qələbəyə layiqdir. Artıq son saniyələrdir və indi sinş vurulmalıdır. Beləliklə, vaxt başa çatır Azərbaycan idmançısı xal hesabı ilə qalib gəlir. Sevincini gizlətmir, doğrudur. Yuri Kell də əllərini qaldıraraq sevindiyini göstərir. Əlbəttə idmançı elə güman edir ki, o qalib gəlib, amma belə deyil. Ramal Aslanov bu görüşdə açıq-aşkar rəqibindən güclü idi və indi münsiflər heyəti onu qalib elan edəcəklər. Budur. 3-cü raunddan fragmentlərin təkrarında da Azərbaycan idmançı üstünlüyünün açıq-aşkar olduğu bir daha müşahidə olunur. Ladies and yoxdur və mükafat ringə çıxarılır. We go to the extra round. Extra round, 4-cü round. Amma indi münsiflər heyətinin üzvləri qərarlarını dəyişirlər. Əlavə vaxt təyin olunur. Bəli, çox maraqlıdır. Münsiflər heyətinin üzvlərində müəyyən bir şübhə, tərəddüdlər vardır. Amma nəyə görə bunu izah eləmək çox çətindir. Azərbaycan idmançısı rəqibi ilə müqayisədə açıq-aşkar üstün idi və ara-sıra onun zərbələri hətta knockdown təsiri də bağışlayırdı. Amma görünür bütün bunlar münsiflər heyətini qane etməyib və bunu nəzərə alan Ramal Aslanov indi əlavə vaxtda yəqin ki, mübarizəyə böyük bir nöqtə qoymalıdır. Bu artıq əslində nöqtə deyil, nida işarəsi olmalıdır.
sonuncu 3 dəqiqə. Artıq bu raundda qalib hökmən müəyyənləşməlidir. İstər xal hesabı ilə, istərsə də hakimlərin rəyinə görə. Görünür, hakimlər hər iki idmançının, xüsusilə də Ramal Aslanovun fiziki hazırlıq səviyyəsini axıra qədər yoxlamaq niyyətindədirlər. Yenə də klinç vəziyyəti yaranır. Bəli, indi klinç vəziyyətləri bir-birini əvəz edəcək və bu da təcrübli deyil, təbii qəbul olunmalıdır. Hər iki idmançı yorulub və zərbə indirərkən istər-istəməz rəqibinə tərəf yönəlib onun hərəkətlərini məhdudlaşdırmağa çalışacaq. Budur, yenə də eyni vəziyyət təkrar olunur. Artıq əlavə vaxtın ikinci dəqiqəsi gedir. Qeyd edim ki, əlavə vaxtda Alman idmançısı Yuri Kel diz zərbələrinə çox böyük üstünlük verir və indi bunun nəticəsi də özünü güruza verməyə başlayır. Ramal Aslanovun üzündə qan izləri var. Bununla belə zədə ciddi deyil və döyüşü davam etdirmək mümkündür. Ramal Aslanov çox güclü zərbələrlə rəqibini müdafiə çəkilməyə məcbur edir. Çox ağır, üzücü bir mübarizə gedir və hər iki idmançı xüsusilə də 4-cü raundda qələbəyə layiq olduğunu göstərir. Amma ilk 3 raundda Ramal Aslanov qalib gəlmişdi. Buna heç kim şübhə etməməlidir. Münsifer heyətinin üzvləri məliyər ki, ədalətsizlik etdilər. Yenidən Ramal Aslanov hücumdadır. Yenə də klinç vəziyyəti yaranır artıq. Mübarizənin bitməsinə yarım dəqiqədən də az qalır. Çox maraqlıdır. İlk 3 raundda Ramal Aslanovun üstünlüyünün açıq-aşkar olduğu bir mübarizədə hakimlər qələbəni idmançımıza vermədilərsə, indi 4-cü raundda mübarizə bərabərdir. Hər iki idmançı bir-birinə layiq döyüş nümayiş etdirir. Elə isə hakimlər qələbəni kimə verməlidirlər? Beləliklə, sinc vurulur və vaxt başa çatır. Qəbələ Fight Series yarışlarına elə geçim vurulur, lakin hələ mini turnirin qalibi elan olunmuyor. Hər halda mükafat ringə çıxarılır, indi o təqdim olunmalıdır. Dediyim kimi, istər xal hesabı ilə qələbəyə görə, istərsə də hakimlərin rəyinə görə. Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Klubunun rəisi Füzuli Musayev yenidən ringə dəvət olunur. Fəxri mükafatı o təqdim edəcək. Fariz Məmmədov peşəkar boksçumuz bu günlərdə Almaniyada Matthias Pelklə əvəz çıxma görüşündə qalib gələn və WBO versiyası üzrə Avropa çempionu titulunu yenidən özünə qaytaran idmançımız da mükafatlandırma mərasimində iştirak edir. Və indi qalib elan olunur. Yuri Kel qalib elan olunur. Amma bu düzgün deyil. Açıq-aşkar demək lazımdır ki, bu hakimlərin ədalətsizliyi idi. Amma hər halda Qəbələdə peşəkar döyüşçülərin idman bayramı hər necə olsa da başa çatır. Doğrudur, hakimlərin ədalətsizliyi bu bayramın övqatını müəyyən dərəcədə korlasa da
Hər halda tədbir çox yüksək səviyyədə keçirildi. Fəxri qonaqlar, yarış iştirakçıları, Beynəlxalq Təşkilatı nümayəndələri də bildirdilər ki, Qəbələ İdman Klubunun keçirdiyi bu tədbirlər xarici ölkələrə də nümunə göstərilə bilər. Mükafat təqdim olunur və bununla da Qəbələ Fight seriyası yarışlarına yekun vurulur. İndi idmançılar xatirə foto şəkildə çəkdirirlər. Biz isə bununla Qəbələ Olimpiya kompleksindən reportajımızı yekunlaşdırırıq. Rejissor Teyyub Məmmədov reportajı Fikrət Adgözəllə aparırdı. Sağ olun, gələn görüşlərə dək.